İbrahim Peyğəmbər öz arvadını bacısı kimi Firona təqdim etməsini bilirdinizmi? Bilmirsinizsə videonu sona qədər dinləyin. İbrahim Peyğəmbər 2 kərə öz arvadını bacısı kimi başqasına təqdim edib. Bu birinci padşah Avmelekə o zaman da bacımdır deyə təqdim etmişdi, ikincisi də Firona. Amma Tövratın yaradılış bölümünün 20-ci fəslinin 12-ci ayəsinə əsasən bu həqiqətən də İbrahimin bacısıdır, amma alıb arvad eləyib özünə. Ata bir, ana ayrı bacısı olub. İkinci Misir Fironuna təqdim etməsini oxuyaq. Tövrat yaradılış bölümü 12-ci fəsil 10-cu ayədən 20-ci ayəyə qədər kim istəsə açıb araşdırıb oxuya bilər. İbrahim Misirdə yaradılış 12-ci fəsil 10-cu ayə. Bu torpaqda aclıq başladı. İbrahim müvəqqəti qalmaq üçün Misrə getdi. Çünki ölkədə böyük aclıq hökm sürürdü. O Misrə yaxınlaşanda arvadı Saraya dedi: "Bax, mən bilirəm ki, sən gözəl qadınsan. Misirlilər səni görüb deyəcəklər: Bu onun arvadıdır. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar. Bəlkə sən deyəsən ki, mənim bacımsan. Onda sənin xətrinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram." Burada İbrahim nə deyir? Deyir ki, bəlkə deyəsən ki, sən mənim bacımsan. Çünki ölümdən qorxur, deyir, məni öldürüb səni də götürəcəklər. Bu həm də Tövratın keçir yaradılış 20-ci fəsil 2-ci ayəsində və 26-cı fəsil 7-ci ayəsində də bu mövzular keçir. Bundan sonra keçək 14-cü yaradılış 12-ci fəsil 14-cü ayə. İbrahim Misrə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər. Fironun əyanları da qadını gördülər və onun Firona təriflədilər. Qadın Fironun sarayına aparıldı. Onun xatirinə Firon İbramla da yaxşı rəftar etdi. İbram qoyun, keçi, mal, qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahib oldu. İlk öncə Tövratda İbrahimin adı İbram keçir, Saranın da adı Sarah keçir. Sonraki ayələrdə İbram İbrahim adlanır, Sarah da Sara adlanır. Qısa bir məlumat da verim, sonra izləyicilər çaşbaş qalmasın. Ancaq Rəbb İbramın arvadı saraydan, burada saray, üzr istəyirəm, sarah yox, saraydan saray keçir, sonra Sara olur. Ötürü Fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi. Firon İbramı çağırıb dedi: "Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin? Nə üçün bu mənim bacımdır dedin ki, mən də onu özümə arvad almaq üçün aldım. İndi isə arvadını da götür get." Firon adamlara onlar barədə əmr verdi və İbramla arvadını sahib olduğu bütün şeylərlə bircə yola saldılar. Və burada da Fironun başına, sarayına pis hadisələr gəldiyinə görə buna ayan olur ki, bu İbrahimin bacısı yox, arvadıymış. Və ona görə də həmin arvadı qaytarır İbrahimin özünə və ona müəyyən paylar verərək saraydan qovur. Yəni deyir, çıx get buradan, sən gələndən başıma bəlalar gəlib. Və Tövrata görə yaradılış 20-ci fəsil 12-ci ayəyə görə isə bu həqiqətən də İbrahimin ata bir, ana ayrı bacısıdır. İndi isə gəlin baxaq İslam hədislərində bu barədə nələr keçir. Bu barədə həm Səhih Buxari, həm də Səhih Müslimdə Əbu Hüreyrədən rəvayətlər var. Əbu Hüreyrə rəvayət etmişdir ki, Resulullah buyurdu: İbrahim yalnız 3 dəfə yalan demişdir. Bunlardan ikisi Allah yolunda idi. Mən xəstəyəm. Bu Əs-Saffat surəsi 89-a keçir. Bunu onların böyüyü edib. Əl-Ənbiya surəsi 63-də bu İbrahimin birinci və ikinci yalanıdır. Üçüncü yalanı isə bu arvadı ilə bağlı olan yalanı idi da. İndi onu da oxuyaq. İbrahim zalim bir hökümdarın ölkəsinə gəldi. Hökümdara dedilər ki, onun yanında çox gözəl bir qadın var. Hökümdar İbrahimdən soruşdu: Bu qadın kimdir? O dedi: Bu mənim bacımdır. Sonra İbrahim Sara ilə dedi: Ey Sara, yer üzündə məndən və səndən başqa mömin yoxdur. Mən ona sənin mənim bacım olduğunu dedim. Məni yalançı çıxarma. Sonra Sara hökümdarın yanına aparıldı. Hökümdar ona yaxınlaşmaq istədikdə Allah onu cəzalandırdı. O Saradan dua etməsini istədi. Sara dua etdi və sağaldı. Bu hədisdə bir neçə dəfə təkrarlandı. Nəhayət hökümdar dedi: Siz mənə insan yox, şeytan gətirmişsiniz. Sonra Saranı geri qaytardı və Həzəri ona xidmətçi olaraq verdi. Yəni bu Səhih Buxaridə və Müslimdə keçən hədisdir, Əbu Hüreyrədən rəvayət olunur. İbrahim həqiqətən də İslam hədislərində də öz arvadın bacısı kimi təqdim etməsini Buxari və Müslimdə gələn hədislərdə təsdiq eləyir. İndi bunların da mənbəsi ilə oxuyaq. Bunlar keçir Səhih Əl-Buxaridə, deməli kitab Əl-Ənbiya, Peyğəmbərlər kitabı, hədis 3358, köhrə nömrələrdə dəyişiklik ola bilər. Cild 4, kitab 55, hədis 578.
Sonra başqa bir yerdə keçən hədis belədir ki, İbrahim yalnız 3 dəfə həqiqətə uyğun olmayan söz demişdir. Üçüncüsü Sara haqqında idi. Hökmdar soruşdu, bu qadın kimdir? İbrahim dedi, o mənim bacımdır. Sonra Saraya dedi, yer üzündə məndən və səndən başqa mömin yoxdur. Mən onlara sənin mənim bacım olduğunu dedim. Məni təksib etmə. Bu da keçir harda? Səhih Əl-Buxari, kitab Əl-Büyu, alqı-satqı, yəni alqı-satqı kitabı, hədis 2217. Bu rəvayətdə açıq şəkildə belə deyilir, o mənim bacımdır. Sonradan burada yazır ki, o mənim bacımdır. Hədisin orijinalında keçir. Sonradan möhtərəzə açıblar. Oraya yazıblar ki, yəni din baxımından. Amma bu möhtərəzə arasında olan bir şeydir. Həqiqətdə belə bir şey yoxdur. O mənim bacımdır deyir, bitdi. Möhtərəzə arasında olan bir şey isə sonradan oraya hədisi sanki biraz yüngülləşdirmək üçün əlavə ediblər. Sonra eynən belə bir rəvayət yenə Səhih Müslimdə də keçir. Kitab Əl-Fəzail, hədis 2371, köhnə nömrələrində isə kitab 30, hədis 5848. Burada yəni bu hədis, bu Müslimdə keçəni də oxuyayım. Əgər onlar sənin mənim həyat yoldaşım olduğunu bilsələr, səni məndən alarlar. Əgər səndən soruşsalar, de ki, mənim bacımdır. Çünki sən mənim İslamda bacımsan. Bu torpaqda məndən və səndən başqa müsəlman tanımıram. Yəni burada artıq İslamda bacımsan, bu torpaqda səndən başqa mömin yoxdur ifadələri keçir. Lap mömin olsa belə, din bacısı olsa belə, bu bunun arvadıdır. Yəni varsayaq ki, ata bir Tövratda yaradılışda keçən ata bir ana ayrı bacısı döyür. Amma Tövratda yəni orijinalı belə gəlir. Ata bir ana ayrı bacısıdır. Yaxşı, bunun din bacısı olsa belə bu bunun arvadıdır. Bu ölümdən qorxduğuna görə öz arvadın bacısı kimi təqdim edir başqa bir kişiyə. O başqa bir kişi də bu qadın gözəl olduğuna görə onu onun əlindən alır. Yəni bunun da deməli bunlar da keçir mənbələrindədir. Səhih Əl-Buxari 3358, Səhih Əl-Buxari 2217, Səhih Müslim 2371. Yəni İbrahimin öz bacısını birinci Tövrata görə alır, arvad eləyir. Sonra başqa yerə gedəndə birinci dəfə Avimelek adında bir padişah olmalıdır. İndiki Fələstin ərazisindəki krallıq olub o dövrdə. Bu orada ona təqdim eləyir. Bu da Tövratın yaradılış 20-ci fəslində keçir. Yaradılış 20-12-yə görə İbrahim özü etiraf eləyir ki, bu mənim ata bir ana ayrı bacımdır. Ondan sonra Avimelekdən sonra Misir fironuna yenə də öz ölüm qorxusuna görə öz arvadın bacısı kimi təqdim eləyir. Yəni İslamda gələn hədislərdə biraz yumşaltmalar var. Yumşaltmalar olsa belə yenə bu öz arvadıdır. Yəni ölüm qorxusundan öz arvadın bacısı kimi Firona təqdim eləyir. Firon da bu arvadı alır bundan. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olub bəyənib paylaşmağı unutmayın. Növbəti paylaşımlarda İbrahim peyğəmbərin oğlu da eyni bunu edib, onu paylaşacağım. İbrahim peyğəmbərin oğlu da öz arvadın həmin Avimelekə krala bacısı kimi təqdim eləyib. İzləmədə qalın.